Hər birinizi salamlayıram. Səhifə 146 Azərbaycan dili dərsliyi 7-ci sinif ümumiləşdirici təkrar hissəsinə gəlin bir yerdə baxaq. Öncəliklə onu qeyd etmək istəyirəm ki, əgər videolara baxırsınızsa, faydalanırsınızsa, o zaman videoları bəyənin, kanala abunə olun. Əgər kanala abunə deyilsinizsə, elə indi kanala abunə olun və daha sonra tapşırıqlara baxın. İndi gəlin keçək biz tapşırıqlara. Mən qayda testlərini sizə izah edəcəm. Ona görə ikinci tapşırıqdan başlayıram. İkinci tapşırığa baxaq. Sözlərdən istifadə etməklə cümlələri tamamlayın. Burada sözlər verilibdir. Yerinə uyğun olanlar təbii ki, uyğun yerlərə qoyacağıq. Müasir dövrdə istehsal prosesləri üsulla aparır. Nə üsulla apara bilər? Konveyer üsulla apara bilər. Bunu 1-ə yaza bilərik. Bura 1 yazın. Sonra qədim xalqlarda dini nəyi? Ayinləri, dini ayin zamanı daha doğrusu əsas rolu kim oynayırdı? Şaman oynayırdı. Bunu da buraya yaza bilərsiniz. Sıradan çıxdığı üçün avtomobil nə sıradan çıxa bilər? Mühərrik sıradan çıxdığı üçün bunu da buraya yaza bilərsiniz. Ümumdünya nə qanunu? Cazibə qanunu. Bunu da buraya yaza bilərsiniz. Mətndəki sinonim qoşmaları tapın. Sinonim qoşmalar bilirik ki, yəni mənaları bir-birinə yaxın olanları deyilir. Obamızın şimal tərəfi bu çaşdırmasının isimdir. Qərbdən şərqə doğru qoşmadır, istiqamət qoşmasıdır. Uzanmış çılpaq qayalıq daha sonra qalın bir meşəlik idi. Dərə qərbə sarı, qərbə doğru. Bunlar ikisi də istiqamət qoşmasıdır. Bir-birinin yerinə yaza bilərsiniz. Deməli, burada doğrunun sinonimi nə oldu? Sarı. Bunun ikisini qeyd edə bilərsiniz. Dağlıq iri və oyaq daşlarla burada bir dənə la qoşması var. Dolu yerlərdən ibarət idi. Biz oralara getməyə qorxardıq. Çünki kəndlər ayı var deyə bizi qorxutmuşlar. Bu qorxucundan dərənin qərb tərəfinə getməzdik. Bu da isimdir. Siz çaşdırmasın və bu qədər. 4-ə baxaq. Cümlələrdəki ədatları seçin və funksiyalarını müəyyən edin. Oğul, mənim axtardığım yer elə buradır. Elə var burada. Elə buradır. Elə əsilməz. Bunlar nədir uşaqlar? Dəqiqləşdirici ədat. Deməli nədir? Dəqiqləşdirici ədatdır. Özünü bircə ondan gözlə. Bu da deyir ki, məhdudlaşdırıcı ədatda təkcə ondan gözlə, yalnız ondan gözlə, ancaq ondan gözlə. Bu da nədir? Bu da məhdudlaşdırıcı ədatdır. Məsləhət görürəm ki, bağlayıcıdır, çaşmayın. Öz yolun ilə düz gedib gələsən. Bu da qoşmadır. Gedib gələsən. Əgər məclisdə belə igid varsa, burada heç nə yoxdur. Burada bir dənə qoy var. Qoy nədir? Təbii ki, ədatdır. Ədatın hansı növüdür? Təbii ki, əmr ədatıdır. Qoy dursun, baxım, tanıyım. Sonra da özünə layiq tərifini deyim. Başqa heç nə də yoxdur. Sonra keçdik 5-ə. Verilmiş cümlələrdə danın qrammatik funksiyasını araşdırın. Yəni deyir nədir? Da nədir? Ona baxırıq. Nə qədər vurdularsa zalımın səsi də çıxmadı. Yəni səsi belə çıxmadı. Burada bir ədat işlənibdir. Belə ilə əvəz edə bilərsiniz. Belə ədatın sinonimidir. Bura birinci cümləni yazacaqsınız. İnsan öz atasından köməklə yanaşdı. Dostluq da umur. Həm kömək umur, həm də dostluq umur. İştirak bağlayıcısıdır. Bunu da bura yazacaqsınız. Yəni bu ikinci cümləni. İkinci cümləni də bağlayıcının təbii ki, qarşısına yazacaqsınız. Demişdim də, bu da nədir? Axı ədatının sinonimidir. Yəni, axı demişdim, bu işin axırı yoxdur. Onu da yazacaqsınız C-yə, çünki ədatdır. Daha doğrusu, yəni C-yə nə yazacaqsınız? 4 yazacaqsınız da. 4 də yazacaqsınız bura. Sonra. Burada üçüncü cümlə yoxdur. Əslində yazıblar 1, 2, aha. Üçüncü cümləni yazmayıblar. Sonra keçək 6-ya. Hansı cümlədə ki, ədat kimi işlənib? Atalar deyib ki, bugün işini sabaha qoyma. Atalar deyib ki, hansı cümlədə ki, ədat kimi? Uşaqlar, ki, ədat kimi olanda ümumiyyətlə nə ola bilər? Bir sual ədatı ola bilər. Bir də qüvvətləndirici ədat ola bilər də. Sual ədatı olanda təbii ki, sonda gələr, sual işarəsi qoyular. Qüvvətləndirici gələndə ortada gəlir. Normalda belə olur. Amma indi qüvvətləndirici ilə bağlayıcı necə fərqləndirəcəksiniz? Əgər özündən əvvəl xəbər gəlibsə, deməli bağlayıcıdır. Bu halda özündən sonra da bir vergül qoyulmalıdır. İndi burada deyir ki, hansı cümlədə ki, ədat ki, burada bağlayıcı kimi işlənib. Görürsünüz, ki-dən əvvəl nə var? Bir xəbər var. Bu getdi. Mən ki, bax, burada ki-dən əvvəl xəbər yoxdur. Deməli, cavabınız nədir? B bəndidir. Çoban gördü ki, yenə də ki-dən əvvəl nə var? Xəbər var. Ona görə bu da bağlayıcıdır. İbrahim elə bir nərə çəkdi ki, yenə də ki-dən əvvəl nə var? Xəbər var. Ona görə bu da getdi. Cavabımız oldu B bəndi.